tonzillalar, yəni badancıqlar boğazda, onlar normalda hamıda var. Sovet dövründə Samir bəy, hamıya deyirdilər ki, həkimə, istənilən həkimə, professora müraciət edən kim deyir, ged onu kəsdir, sonra yanıma gələrsin. Bəli, belə idi. Belə idi. Sonra məlum oldu ki, həmin badancıqlar boy artımına, Allah heç nəyə artıq yaratmayıb. Boy artımına kömək edir. Sənin haqqın yoxdur, durduğu yerdə uşağı aparıb onu kəsdirim ki, nətər ki, yəni, bir mənalı şəkildə bu proses dayandı, bir gün o söz getmir. Ona görə də hamının boyu balaca-balaca. Yəni, o nəyə belə pis olmasın, o xidməti pis idi ki, onu deyirdilər, get kəsdi. O gəlirdi, uşaq gedirdi, uşaq böyük su içən kimi soyub, boğazı gəlirdi, nəfəs alanmırdı, yox, bircə dəqiqə. Orada, yox, qoruyanmırdı, orada streptokoklar irin formalaşdırdı, o da gedirdi qanla, limfa ilə sənin oynaqlarına revmatizm yaradırdı. Revmatizmin çox böyük faiz yaranma səbəbi həmin badamcıqlar idi. Ona görə kəstirdilər. O da son nəticədə ürək qüsur əməliyyatı idi. Burunda müxtəlif formada o yarana bilər. Ən çox burada da yenə də müxtəlif formada polip, məsələn, polip əmələ gəlir burunda, gedir kəstirirsən, bir də görürsən, neynir? Burunda ümumiyyətlə öyle qurulur ki, həm havanı sidir, burunla nəfəs alırsan da, havanı sidir, təmizləyir. Bu bir filtr sistemidir orqanizm üçün. Sən bunu nəfəs alamıram elə, gedir kəstirirsən, sən demə bu migrenin nəfəs almamasıymış. Yenə də görsən nəfəs ala bilmirsən, sistemini pozdun. Axı o hava isinmir, təmizlənmir, keçir.